Gəncə şəhər 20 nömrəli tam orta məktəbdə azyaşlı bacılarla bağlı xoşagəlməz hadisələrin baş verdiyi iddia olunur. Gəncə Xəbərazə müraciət edən Çimnaz Məmmədovanın sözlərinə görə 2-ci sinifdə təhsil alan 2 qız nəvəsi mütəmadi olaraq 4-cü sinif şagirdi olan qız tərəfindən döyülür. Qadının iddiasına əsasən sonuncu oxşar hadisə ötən gün baş verib. Belə ki, nəvələrdən biri sanitar qovşağa zorla aparılaraq fiziki və mənəvi təzyiqə məruz qalıb. Nəticədə azyaşlının ayaqlarında sıyrıqlar, cızıqlar və hematomalar yaranıb. Məktəbdən nəvələrini götürən Çimnaz Məmmədova uşağın ağladığını görüb və baş verənlərdən xəbərdar olub. O bildirib ki, məsələ ilə bağlı məktəbə getsə də direktor vəzifəsini müvəqqəti icra edən Aygül Abbasovanın qəbuluna düşə bilməyib. İddiaya görə qadın hətta məktəb binasına buraxılmayıb. Vətəndaşın sözlərinə görə bu hal ilk dəfə yaşanmır. Bundan əvvəl hər iki nəvəsinin eyni vaxtda sanitar qovşaqda döyüldüyü, nəticədə qızlardan birinin gözünə infeksiya düşdüyü iddia olunur. Redaksiyamız məsələ ilə bağlı Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən sorğulanıb. Sorğuda sözügedən təhsil ocağında baş verməsi iddia olunan hadisələrlə adekvat reaksiyanın göstərilib-göstərilməməsi, eləcə də uşaqların himayədarı olan qadının məktəb rəhbərliyi tərəfindən qəbul edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi istənilib. Qeyd edək ki, hadisələrin baş verdiyi Gəncə şəhər 20 nömrəli tam orta məktəbin direktoru Mehriban Mahmudova ötən ay tutduğu vəzifədən azad olunub.